Dostlar salam. Geberit şirkəti 1874-cü ildə İsveçrədə yaradılmışdır və artıq 1905-ci ildə Geberit Unitaz üçün ilk rezervuarını istehsal edir. Ona görə də Azərbaycanda Geberiti instalyasiya istehsalçısı kimi tanıyırlar. Lakin bu belə deyil. Geberiti geniş çeşiddə digər məhsulları da mövcuddur və Geberit bu sahədə dünyanın aparıcı şirkətlərindən biridir. Geberitin səssiz kanalizasiya boruları var. Bu borular həm keçmə, həm də ki qaynaq sulu ilə birləşdirilə bilər. Geberitin hamam və digər məkanlarda falş divarları uzatmaq üçün profil sistemi də mövcuddur. Misdən və paslanmaz poladdan olan MAPRES sistemi. Və şəxsən mənim böyük marağıma səbəb olan 1987-ci ildən istehsal edilən MEPLA sistemi. Geberit mühəndis sistemləri ilə yanaşı hamam otaqları üçün də həllər təqdim edir.